Vegetarianlıq nə üçün var? A variantı ət tapmadıqları üçün, B variantı varlıların özünü aristokrat göstərməsi üçün, C variantı kasıb nə tapdı onu yeyir. Z variantı kasıb nə tapdı onu yeyir. Nə yeyirsən belə? Mıx, ləzzət. Pullu yanaq, qarın ağrısında düşərsən. Vegetarianlıq daha çox sağlamlıq üçündür. Bir də ki, insanların məncə heyvanlara olan sevgisindən irəli gələ bilər. Tibbin atası sayılan Hipokrat da təsdiqləyib ki, əti ümumiyyətlə insan öz qida rasionundan kəssə, həm ömrü uzanır, həm də dərisi cavan qalır. Varlıların özünü aristokrat göstərmək üçün. Məncə bunu eləyirlər ki, diyet olsun, nə bilim, güya ki, biz sağlıqlı qidalanırıq. Xırdalana metro nə vaxt çəkiləcək? Sizi maraqlandırır? A variantı heç vaxt, B variantı xırdalanı çoxdan unudublar, C variantı yəqin ki, gələcəkdə plana salınar. Elə sual verirsiniz ki, belə çox gülməli. Özüm də Xırdalanında yaşayıram, belə fikirləşirəm ki, orada da ehtiyac var. Məncə yəni gələcəkdə çəkiləcək mütləq. Hələlik heç nə məlum deyil. Rayonumuzun deputatı ilə görüşə bilsəydiniz nə deyərdiniz? A variantı heç tanımıram kimdir, B variantı problemlərimi deyərdim, C variantı onlarla görüşmək olur ki... C variantı onlarla görüşmək olur ki... Onlarla görüşmək olur ki, C variantı. Bəli. Elə məndə də C variantıdır. Amma əslində görüşsək, demək olar ki, problemlərimiz çoxdur. Sadəcə elə olur ki, qəbuluna düşmək olmur. Bizə kim müraciət eləyirsə, onu başımızdan eləmək üçün göndəririk məşğulluğa. Məşğulluq da özü başından eləyir. Şikayət edəndə probleminiz dövlət qurumu tərəfindən həll edilirmi? A variantı qəbula düşmək olmur, B variantı şikayətim yoxdur heç nədən, C variantı şikayət edirəm, amma həll edilmir. Hal-hazırda mən dövlət qurumuna müraciət etmişəm. Mənə cavab veriblər. Ehtimal var ki, düzələcək. Aktarım, məzələnməyin.